Baxın belə gözəl bir şey olur. Belə də böyük nəhəngdir. Yəni elə bunu nə qədər mən buduyuram payızda. Hətta çiçəkləyəndən sonra yenə buduyuram ki, bir yer açılsın da bağda. Möhtəşəm bir şeydir. Heç bir qulluq eləmirəm. Düzdür, bizim torpaq münbitdir. Onun olduğu torpaq ümumiyyətlə münbitdir. Amma əla bir şeydir. Ətri də, özü də, gözəlliyi də. Heyran edici bir şeydir. Bunun altında gəzirsən belə şey kimi, naves kimi adamın başının üstünə həm kölgə salır, həm də ki çiçəklərin ətri. Hələ burada biri də var bunun. 2 dənə iri kolum var, bir dənə də balaca. Bir dənə də burada, bunu da kəskin budamışdım. Çünki heç cürə yolu tuturdu. Baxın. Möhtəşəmdir, deyil mi? Bundan olmasa sizdə mütləq bağınızda olmalıdır. Milyonlarla çiçək olur üstünde, milyonlarla.